Manna testlərinin izahının davamına baxaq. Növbəti 30 dənə. 31-ci test. Eradan əvvəl 3-cü minilliyə aid deyil. Turukilərin Babil ərazisində məskunlaşması elə aid deyil. Çünki bu hadisə 18-ci əsrdə verilib eramızdan əvvəl, o da 2-ci minilliyə aiddir. Lulubi dövlət qurumunun yaranması, ümumiyyətlə dövlət qurumu söz varsa, əgər Lulubi, Kuti və yaxud Arrata, hamısı 3-cü minilliyə daxildir. Amma adi tayfa şəklində Babistanda məskunlaşmaqları və s. bunlar 2-ci minilliyə aiddir. 32-ci test. Eramızdan əvvəl 3-cü minilliyə aid deyil. Turukki, Lubi və Kuti tayfalarının Asuriya işğalçılıq siyasətinə qarşı çıxmaqları yenə aid deyil. Çünki yenə də bu dövlət qurumuna yox, adi tayfalara aid olan hadisədir. Demək ki, dövlət qurumuna aid olan hadisələr 3-cü minilliyin daxilindədir, amma onların parçalanması 3-cü minilliyin sonunda adi tayfa kimi fəaliyyət göstərməkləri isə ondan daha sonra 2-ci minillikdə daha çox adı çəkilir. 33-cü test. Manna hökmdarı İranzunun fəaliyyəti üçün xarakterik deyil. A variantı canişinlik sisteminin yaradılması xarakterikdir. Assuriya ilə dostluq münasibəti xarakterikdir. Mərkəzləşdirmə xarakterikdir. Dövlətə qarşı qiyam xarakterikdir. Çünki Şandahl və Durdukada eramızdan əvvəl 719-da qiyam olmuşdu. Y variantı dövlətin əsasının qoyulması isə xarakterik deyil. 34-cü test. Manna dövlətinə aiddir. Roma sərkərdəsi Pompeyə qarşı mübarizə aid deyil. Çünki Pompey Albaniya və Atropatenaya yürüş edibdir. Eradan əvvəl 9-cu əsrdə ölkədə canişinlik sistemi yaradılması xeyr, canişinlik sisteminin yaradılması İranzunun dövrünə aiddir. İranzu isə 740-719-da hakimiyyətdə olub. Əhəməni hökmdarların hərbi işə məruz qalması yanlışdır. Əhəmənilər Manna ilə paralel yaşamayıb. Axşeri hakimiyyəti dövründə Assuriya ilə ittifaqın pozulması. Bəli, cavab D olacaq. 35-ci test. Azərbaycanda yaranmış İskit şahlığına aiddir. Eradan əvvəl 8-ci əsrdə Assuriya ilə müttəfiq yanlışdır. Çünki İskit şahlığı 7-də yaranıb. Eradan əvvəl 7-ci əsrdə. B variantı. Eradan əvvəl 6-cı əsrin sonunda tənəzzül olması. Bu da yanlışdır. Çünki İskitlər eradan əvvəl 590-da süqut uğrayıb. O da 6-cı əsrin əvvəlidir. C variantı. Manna dövləti ilə müttəfiq olması. Bəli, cavab C olacaq. Roma və Əhəməni isə İskit şahlığı ilə paralel olmayıb Azərbaycandakı İskit şahlığı ilə. 36-cı test. İskit şahlığının süquta uğratdı. Midiya süquta uğradıbdır. Demək cavab olacaq Y variantı. Manna dövlətinin süqut etdiyi əsrdə. İskit şahlığı Manna dövlətinin süqut etdiyi əsrdə eradan əvvəl 590-cı ildə süquta uğrayıbdır. Məsələn, Makedoniyalı İskəndər 4-cü əsrdə yaşayıb, Kutilər 3-cü minillikdə mövcud olublar dövlət qurumu şəklində. Əhəmənilər İskitlə paralel olaraq yaşamayıblar. Midiya dövlətinin yarandığı əsr isə eradan əvvəl 8-ci əsrdir. O da İskit şahlığının süquta uğradığı əsr deyil. 37-ci test. Manna dövlətinə aid deyil. Alan tayfalarının yürüşünə məruz qalması aid deyil. Çünki alanlar Albaniya və Atropatenaya hücum edibdir. Digərləri isə aiddir. 38-ci test. Uyğunluq gözlənilmişdir. Doğrudur, yəni. Eradan əvvəl 6-cı əsrin sonunda müstəqilliğini itirib İskit şahlığı. Yenə də İskit 590-da müstəqilliğini itirib, o da 6-nın əvvəlidir. B variantı. Midiya dövləti tərəfindən süquta uğradılmışdır. Əhəmənilər dövləti. Bu da yanlışdır. Çünki Midiya dövləti tərəfindən Əhəmənilər yox, əksinə Əhəmənilər Midiya tərəfindən Əhəmənilər Midiyanı süquta uğradır. C variantı. Manna dövlətinin əsasını qoyub İranzu. Bu da yanlışdır. D variantı. Eradan əvvəl 4-cü minillikdə yaranıb Kuti dövlət qurumu yanlışdır. 3-cü minilliyin ikinci yarısındadır. Y variantı. Assuriya dövləti ilə ittifaq pozmuşdur. Manna hökmdarı Axşeri. Bəli, Y doğrudur. 39-cu test. 7-ci əsrin ortalarında Mannanın Assur dövləti ilə münasibətinin pozulmağına səbəb nə oldu? Yəni 650-675-də olan dövrdə Axşerinin dövründə
Cavab olacaq B variantı. Ağşeirinin İskeç şahlığı ilə ittifaq yaratması. 40-cı test. Eradan əvvəl 7-ci əsrin birinci yarısında Mannanın güclənməsinin əsas səbəbi. Bu, türklərin gəlişi olacaq. Cavab C variantı. Türk tayfalarının ön Asiyaya gəlmələri. Çünki Urartu dövlətinin süqutu e, Midiya tərəfindəndir. Yəni, o 7-ci əsrdə Mannanın güclənmə səbəbi deyil. Assuriya ilə ittifaqın başlanmasıdır 7-ci əsrdə deyil. Axı biz bayaqdan dedik, İranzun dövründən Assuriya ilə ittifaq var idi. Ağşelinin Urartu ilə müttəfiq olması səhvdir. O heç kimlə müttəfiq olmur. İskitlərlə dost münasibəti saxlamır Dişbakayla. İranzunun mərkəzləşdirmə siyasəti də İranzunun adı çəkilirsə, onun yaşadığı dövr 8-ci əsrin ikinci yarısıdır. 41. Ağşeirinin hakimiyyəti dövründə Manna tarixi üçün səciyyəvi idi. Ağşeir müstəqil siyasət yürütmüşdü və İskitlərlə müttəfiq olmuşdu. Bu cümlələrdən birini axtaracaq. Assuriya ilə ittifaqın bərpası, məsələn, Y variantı yanlışdır. Midiya tərəfindən müstəqilliyə son qoyması yanlışdır. Düzdür, Mannanın Midiya süqutu uğradı, amma kimin dövründə bilinmir. Paytaxt İzurtunun Urartu tərəfindən işğal edilməsi yanlışdır. Çünki Ağşeirinin dövründə İzurtu Urartu tərəfindən işğal edilmir. Ümumiyyətlə, eramızdan əvvəl 714-dən başlayaraq Urartu Mannanın daxili işlərinə qarışmır. Rusiya özünü öldürdükdən sonra. B variantı, Assuriya torpaqlarına hücum edilməsi. Bəli, Ağşeiri Assurdan üz döndərmiş, hətta bəzən Assuriya torpaqlarına da hücum etmişdi. 42. Midiya dövlətinin eradan əvvəl 6-cı əsrin əvvəlləri tarixinə aiddir. 590. Yəqin ki, Mannanın və yaxud da İskitin süqutu olacaq. Cavab D variantı, Mannanın varlığına son qoyulması olacaq. 43. Mixi yazılarda məlum olur ki, Ulusunun hakimiyyətə gəlməsinə Urartu hökmdarı kömək edib. Ulusunun Urartu ilə yaxınlaşması Assur hökmdarı 2-ci Sarqonu qəzəbləndirib. O, Mannaya qoşun yeridib. Bəhs edilən tarixi hadisənin nəticəsində, yəni Sarqon hücum etdi və nəticəsi bilir ki, Ulusunu onun ağalığını qəbul edir də. Ona uyğun bir cavab da C variantındadır ki, Ulusunu Assuriyanın ağalığını qəbul edir və etdiyi hərəkətdən peşman olur. 44-cü test. Mannanın dövlət quruluşu ölkəyə ağsaqqallar şurası başçılıq edir, yanlışdır, hökmdar başçılıq edir. Canişinlərdən asılı olan tayfa başçıları şəraini adlanır. Belə bir hadisə onların dövlət quruluşuna aid deyil. Mərkəzləşmiş dövlət idi, dövlət hökmdarı. Bəli, cavab C variantıdır. Manna mərkəzləşmiş dövlət idi və hökmdar idarə edirdi oranı. 45. Qədim Çinə və Mannaya aid ümumi cəhət. İkisində də hieroqlif yazı olub, cavab da onda B variantı olacaq. Bir variantlara da baxa bilərik. Məsələn, Hun hücumu heç birinə yoxdur. Yazı materialı kimi kağız Çindədir. Assuriya dövlətinin hücumuna məruz qalması Mannadadır. Əhəməlilərin hücumuna məruz qalması heç birində yoxdur. 46-cı test. Qədim Misirə və Mannaya aid ümumi cəhət. Hitlərə qarşı mübarizə aparılması. Xeyr, Hitlərlə Misir mübarizə aparır. Hieroqlif yazı, bəli, bilirik ki, hieroqlif yazı Misir, Manna və Çində olubdur. 47-ci test. Daha əvvəl olmuşdur. Mannanın Midiya dövlətinin tərkibinə daxil edilməsi eramızdan əvvəl 590-dadır. B variantı. Azərbaycanda İskit şahlığına süquta uğraması. Eradan əvvəl 590. İranzunun Manna vilayətlərinin mərkəzi hakimiyyətə tabe etməsi. Eradan əvvəl 740-719 arasında hakimiyyətdə olub İranzu. Qavqamel döyüşü eradan əvvəl 331, Sarqonun Manna yürüşü eradan əvvəl 716-714 arası. Deməli, cavab C, İranzunun Manna vilayətlərinin mərkəzi hakimiyyətə birləşdirilməsi daha əvvəl olubdur. 48. Daha əvvəl, yəni daha tez olmuş hadisəni göstərin. Azərbaycan ərazisində İskit şahlığı 7-ci əsr eradan əvvəl, Urartunun işğal etdiyi Manna torpaqlarının İranzu tərəfindən geri qaytarılması eradan əvvəl 740-719-cu il, yəni 8-ci əsr, Azərbaycanda Əhəməni imperiyasının tərkibinə qatılması eradan əvvəl 550-ci ildən sonradır bu hadisə.
Aşurbanipalın İzurtunu tutması. Bu da eramızdan əvvəl 650-ci ildədir. Magneziya isə eradan əvvəl 190-dır. Deməli, cavab İranzuya aid olan hadisə olacaq. Yəni, cavab B-dir. 49. Mannoda eradan əvvəl 719-cu ildə baş vermiş üsyanın əsas səbəbi nə idi? Təbii ki də İranzunun mərkəzləşdirmə siyasəti. Cavab Y-dir. 50. Eradan əvvəl 716-cı ildə İranzu Assuriya hökmdarı 2-ci Sarqonun Mannaya yürüşünün səbəbi. Səbəb odur ki, Ullusunu Urartuya meyl edib. Cavab B-dir. 51. Uyğunluq gözlənilmişdir. Mannada dövləti idarə edir canişin, yanlışdır, hökmdar idarə edir. Manna dövləti yaranıb eradan əvvəl 11-ci əsr, yanlışdır, 9-cu əsrdə. C variantı. İskit hökmdarı Şpaka ilə müttəfiq olub, Manna hökmdarı Akşehir. Bəli, cavab C-dir. Digərləri də yanlışdır. 52-ci test. Ullusunu və Akşehir hakimiyyəti dövrünə aid oxşar cəhət. İkisinin də hakimiyyətinə oxşar cəhət odur ki, hər ikisi Assurdan üz döndərmişdir. Cavab onda D olacaq. Assuriya ilə ittifaqdan üz döndərməkləri. 53-cü test. İranzu və Uallinin hakimiyyətinə aid oxşar cəhət. Oxşarlıq hər ikisində odur ki, ikisi də Assuriya ilə müttəfiq və dost olub. Cavab C variantı olacaq. 54. Uyğunluq pozulmuşdur. Dövlət qurumu yaratmışdır Kuti. Doğrudur. Manna dövlət xərac göndərir Assuriya xəzinəsinə. Doğrudur. Mannaya yürüş edir Urartu hökmdarı. Ola bilər, 1-ci Rusiyanın yürüşü var. Manna dövlətinin zəifləməsinin əsas səbəbinə aiddir. İranzunun mərkəzləşdirmə siyasəti bu yanlışdır. Çünki İranzu əksinə Mannanı gücləndirir. Manna dövləti ilə müttəfiq idi Assuriya. Bu da doğrudur. 55. Uyğunluq pozulmuşdur. Midiyanın dövlət müstəqillinə son qoyub Manna yanlışdır, əksinə. B. Azərbaycanda yaranmış ailə A variantında pozulub. Digərləri doğrudur. Azərbaycanda yaranmış ilk Xuzar dövləti Mannadır. İskit padşahlığının süqutu uğradır Midiya, yəni digərləri doğrudur. 56. Lullubi və Koti dövlət qurumlarına aid oxşar cəhət. İkisi də türkdür, ikisi də cənubda yaranıb, ikisi də Akkadla əlaqə yaratmışdı. Assuriyaya yayılmışlar tayfa şəklində. Hər ikisi Akkadla düşməndir, hər ikisi Şumer ilə dostdur. Bu kimi cavablardan biri olacaq. Cavab Y olacaq. Akkad dövlətinə qarşı mübarizə. Çünki Assuriya onları süquta uğratmayıb, canişinlik orada yaranmayıb, Mannadaydı. Midiya dövləti ilə müharibə də aparmayıblar. Çünki Midiya bu dövlətləri görmür. 57. Lullubi və Koti tayfalarına aid ümumi cəhət. Mesopotamiya ilə siyasi iqtisadi əlaqə saxlayıb. Elə cavab A variantıdır. Heç digərlərinə baxmırıq. Çünki burada B variantında sərhədləri Urmiya gölündən İran körfəzinə qədər uzanıb, bu Kutinin sərhəddidir. Lullubi Diyalaya qədəridir. Musul döyüş kimi Het ordusuna xidmət etmələri belə bir hadisə görmürük. Akkad dövlətinin süquta uğratmaları Kutiyə xasdır. Uzun müddət Mesopotamiyanı idarə etmələri də yanlışdır. Yəni Kuti orada Akkadı idarə edibdir. İkisinə aid deyil. 58. Manna dövlətinin mövcudluğu dövrdə baş vermişdir. Karra eradan əvvəl 53-dür. Mannanı görmür. Yunanistanın qədim Romanın əsarət altına düşməsi 2-ci əsrdir eradan əvvəl. O da Manna dövründə deyil. Pun müharibəsi 264-146-dır. O da Mannanı görmür. Kimmerski çakların Öməçəyə yürüşü isə Mannaya aiddir. Yəni dövlət olduğu vaxtda da cavab D-dir. Əhəməni də bayaq dediyim kimi Mannanı görmür. 59. Manna hökmdarı Ullusunun fəaliyyəti üçün xarakterik deyil. Assuriyanın siyasi halını qəbul edir. Bəli, edir. Əvvəl üz döndərsə də sonra edir. B variantı. Paytaxt şəhəri Yadellər tərəfindən dağılır. Bəli, dağıdılır. Çünki o Assurdan üz döndərmişdi. C variantı. Urartu ilə uzun müddətli dostluq münasibətinin saxlanması. Xeyr, Urartu ilə uzun müddətli dostluq münasibəti saxlamır. O, eradan əvvəl 716-cı ildə müttəfiq olur Urartu ilə. Elə həmin ildə də Sarqon hücum edir, onu siyasətindən döndərir. 60. Manna hökmdarı Ullusunun fəaliyyəti üçün xarakterik deyil. İkinci Sarqonla müqavilə. Bəli, Sirdaka müqaviləsini eradan əvvəl 714-də imzalamışdır. Urartu tərəfindən işğal edilmiş torpaqların geri qaytarılması. Bəli, ikinci Sarqon gəlib ona kömək edir və qaytarılır torpaqlar. Hakimiyyətin irsən keçməsi. Bəli, irsən keçirdi.
Canşinlik sistemi mövcud idi. Bəli, mövcud idi. Y variantı Aşurbanipalın yürüşü bu yanlışdır. Aşurbanipalın yürüşü onun dövründə deyil, Akşenin dövründədir. Hələlik bu qədər bəsdir. İnşallah davam edəcəm. Oldu, çox sağ olun.